Hörmətli izləyicilər, Şamaxı rayonunun Göylər kəndindən sizi salamlayıram. Növbəti çəkilişimizə başlamaq ərəfəsindəyik. Nəzərinizə çatdırım ki, Göylər söhbətində bu gün Yakutiyadan gələn qonağımız var. Onu təqdim eləməmişdən əvvəl sizdən ricam var, kiçik bir ricam var ki, bizim kanala abunə olun. Demək istəyirəm ki, bizim bu işlərimiz hamısı həmişə təqdim elədiyimiz kimi qeyri-kommersiya xarakteri daşıyır. Həm söhbətim isə Yakutiyadan gəlmiş, deməli, həbsxana sistemində Rusiya Daxili İşlər Nazirliyinin sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış, yəni pensiya sistemdə çalışmış Araz Qaydarovdur. Araz müəllim, xoş gördük sizi. Göylər kəndində bildirmək mümkün olarsa. Həmişə siz gəlirsiniz. Deməli, biz Yakutiya Rusiyanın ən deməli uzaq bölgələrindən biridir. Nəzərə alaq ki, bu bölgə həm də bir qədim Sibir bölgəsində qədim bir türk yurdudur. Eyni zamanda Sibir deyəndə yada əlbəttə cəza çəkmə bölgəsi düşür. Amma hər şeydən qabaq eyni zamanda böyük bir deməli soyuq bir ərazi yada düşür. Bura gedib çıxmaq özü maraqlıdır. Necə oldu ki, siz ora getdiniz və cəza çəkmə məsələlərində işləməyə başladınız? Bu o qədər də yəni spesifik ki, siz rast gəlinən bir hadisə deyil. Mən hamını salamlayıram. Hamını xoş gördük. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. 66-cı ilin may ayının 23-də anadan olmuşam. Bu gətdə 8 illik, sonra da 10-cu ildə məktəbi qurtarmışam. Məktəbi qurtarandan sonra 84-86-cı illərdə Qazaxıstanda, Baykanurda, kosmodromda slujit eləmişəm. Əsgərlikdən sonra elektrik stansiyaları Kristdə, Testdə işə düzəlib, sonra özü idaramız Xarkovda idi, indiki Ukraynada. Çirkas şəhərində yaşamışam 2 il. Oradan sonra təyinat almışam. Litvanın Vilnius şəhərində, deməli, SSR-nin daxili işlərinin elə bir ki, türmə üzrə spesiallik məktəbini 2 il oxumuşam. 91-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib alıb qırmızı diplomla. Azad təyinat idi, özü göndərişim Kirovsk oblastdan idi. Nijni Novgoroddan biraz aralı. Yakutiyanı seçtim. Şimdi Yakutski. Orada da Yakutsk'dan şehir etrafı posyoluk var. Tabaga adında Yakut sözüdür. Ciddi rejim kolonyasıdır. Hem kolonyada hoşum ciddi bak bu yolla bu formada ben ciddi. Tabaka ne deməkdir? Tabaka Yakutlar Türk dilli millətdir, Türk ailəsinə aiddir. Elə o söz, elə Türk sözüdür. Tabak, biz tabak demirik, elə bil ki, o sözdən götürülüb tabağa. Çökək biraz. Çökək bir yerdir. Lena çayının qırağındadır. Elə indi orada Lena çayının ən qısa yeridir. İndi Rusiya Federasiyası orada most tikirlər. Lena çayının üstündə birinci mostdur. Həmin posyolkada ciddi rejim elə bil ki, 2 və artıq dəfə məhkum olunmuşdur. Residivistlər deyirlər deyəsən olaraq belə bir neçə dəfə. Yəni qorxulu cinayətkarların ciddi rejim. Mən özür istəyirəm, bəzi sözlər ola bilsin ki, Rus dilində olar. Mən üzr hesab olunsun, çünki 59 yaşımın 41 ilim mən 40 ilin deyək ki, orada yaşamışam da nə qədər olmasa. Sizin həmin o koloniyada, deyək, həbsxanada, hətta Məhəmməd Biriya deyilən bir Cənubi Azərbaycan Milli Hökumətinin üzvü olub, orada cəza çəkib, hətta orada onun cəzası biraz artırılıb və s. O Biriyanın bizim o Şəhriyar deməli qəsəbəsinin yaşadığı da deyilir. Siz eşitmişsiniz bu haqda bir şeylər? Mən eşitdiyim indi ola bilsin ki, bir qədər dəqiq məlumatım olmaz, amma
eşitdiklərimə görə mən həmin işlədiyim İslah Əmək Koloniyasında 40-cı illərin axırında, 53-cü ildə o adam bəraət qazanıb Stalinin ölümündən sonra. 56-cı ildə Məhəmməd Biriya həmin koloniyada lager, o vaxtlar lager olubdu da. Deməli, orada olubdu. O, orada məhkum olanda bir dənə şeir yazıb, çox şeir yazıb, o adam çox şeirlər olub. Bir dənə şeir yazıbdı, da rus dilində yazıb. O dustaqlar işdən qayıdıb kazarmaya da, obşit ilə gələndə, yolda stroyla gələndə bu şeirin mahnı kimi oxuyublar. O bir şeir yazıb rus dilində deyir ki, tabaga, 12 месяцев зима, остальной лето. Yəni, tabaga, 12 ay qış, qalanı yay. Yəni ki, yay olmur. O qədər soyuq yer olur. Bu, o vaxtlar bir politik, bir siyasi bir şey kimi qəbul olunubdur. Araşdırma aparıblar ki, bu şeir kimindir, kim yazır. Məlum olub ki, bunu Məhəmməd Biriya yazıbdır. Onda məhkəmə, üçlük məhkəmə olub da, elə bir ki, lagerin rəisi, bir də 2 dənə mavini. Bu yazıda işin 10 ildə məhkəmə qurublar. Həmin o bir şeirə görə onun srokun 10 ildə artırıblar. Araz müəllim, siz o Yakutiya mühiti haqda mənim suallarım olacaq. Mən də bilmək istəyirəm, o həbsxana mühiti haqda nə deyə bilərsiniz? Kimlər yatırdı, nələrlə qarşılaşmışsınız, hansı maraqlı hadisələr, nə bilim falan? Biz məktəbdə oxuyanda, Vilniusda oxuyanda, əyarını oxuyurduq da, əksəriyyət müəllimlərimizin hamısı professor idi, zad idi. Özü əksəriyyəti demək olar ki, 90-100% hamısı türmələrdə, koloniyalarda işləmiş müəllimlər idi. Məsələn, çox şey deyirdilər. Məsələn, adicə bizə psixologiya, şəxsi psixologiya keçirilirdi dərs. O psixologiya dərsində müəllim deyirdi ki, oxuyun. Biz deyirdik ki, müəllim, bu bizə nə lazımdır, nə edirik? Deyirdi ki, elə şeylərlə rastlaşacaqsınız ki, məsələn, orada güc, pagon, yaxud oturduğun vəzifə kömək eləməyəcək. Sən orada ancaq psixoloji şeylər. Həqiqətən də, məsələn, mən necə deyim, olubdur mənim, məsələn, 21 il, 6 ay praktiki stajımdır. 2 il oxumuşam o, 2 ildə əsgərliyim, 25 il, 6 ay, elə bir ki, 25-dən artıq stajım var. O 21 ildə mən olub elə nüanslar, elə yeri vaxtlar olub ki, həqiqətən də psixoloji yolla, məsələn, söhbət yolu ilə mən o məhkumu, dustağı başa sala bilmişəm ki, bu belə deyil, belədir. Düz yol budur. Axırda o mənlə razılaşır, məsələn ki, doğrudan rəissən, düz deyirsən, beləsinə də. Araz müəllim, hansı vəzifələrdə başladınız işə? Necə başladınız? Nətər oldu? Yəni, biri var ki, mülki şəkildəsən, biri var, elə sənin iş stajın başlayır, həbsxanadan, cinayətkar aləmdən belə deyək, hər halda, bax, necə oldu bu şeylər danışın? Biz məktəb qutaranda biz elə bil ki, bizə təklif olundu Yakutiya getmək, 10 nəfər cavan ofisier, biz ərizə yazırıq ki, gedirik görə. Bizə öz mütəxəssis, biz spesial əməliyyatçı da deyək, oper. Xüsusi deməli, əməliyyatçı. Hə, o məktəb ancaq əməliyyatçı hazırlayırdı, operlər hazırlayırdı, operativliklər. Bizə dedilər ki, bəs belədir, gəlin dizinlə, hamımızı işlə təmin edəcək. Mən də getdim, birinci elə sentyabr ayında mən getdim, mənlə bir Şəkidən bir oğlan vardı, bir ofisier, o, bir də bir rus. Neysə, sonra getdik, elə oldu ki, bizə verilən sözü əməl eləmədilər. O rus nadzora düşdü, indi bizim deyil, Azərbaycanda loru dildə desək, nadzor deyilir. Nəzarətçiyə düşdü. Bizə Naçalnik Otrad sahə rəisi deyil də, Uçaskovu kimi, elə bir ki, 100-120 nəfər dustağın üstündə. Bizim də koloniyanın nəzdində balnisiya vardı dustaqlar üçün. Orada hər xəstəliklər vardı da, ruhi, ondan beləsinə xirurgiya, terapiya, ondan bir də vərəm xəstəliyinə olan. Vərəm xəstəliyi demək olar ki,
100-120 nəfər dursaq olurdu. O da var idi ki, məsələn, axırıncı şeydir. Mərhələ. Şimdi buraya mənə sahə rəisi təyin elədilər. Ümumi nə qədər həbsxanada cəza çəkən var idi? Mən olanda o bir yerdə koloniya ilə balnisə ikisi bir yerdə 1800 nəfər. Limit 2000 idi, 1800 nəfər dursaq vardı. 2 il sahə rəisi işlədim, sonra keçirdilər öz ixtisasım üzrə əməliyyatçı. Demək olar ki, 3 il, 4 il elə işləmişəm. Sonra nadzorunda bu şeyin Отдел безопасности deyilirdi, müdafiəçi. Belə şey desə, nadzorun rəisi olmuşam. O da təxmini bir 5-6 il belə. Sonra elə bir nüans alındı ki, mən 2 yol ayrıcı qaldı. Ya işdən çıxmalıydım, ya da ki, aşağı vəzifəyə razılaşmalıydım, başqa bir koloniya. Arınlarım, xahiş edirəm onu danışın. Deməli, bir məhbus qaçıbmış, belə bir şey olur. O uzun şeyler. Belə mən nadzorun rəisi işləyəndə əməliyyat işi ilə icazəm yox idi da. Özü gəlib mən çox informasiyalarda məlumat satırdı. Mən bir daha etibarlı dursağım gəldi ki, bəs rəis filan kəs 17 il iş sroku var. Deyir, mən axıracam bu yaşa, burada mən onsuz öləcəm. Daha oturmaq istəmir, qaçmaq istəyir. Bu məlumatı da mən əməliyyatçılara o bir ki addilə dedim ki, bəs belədir. Bu adam dəqiq qaçacaq, bəs... Rəsmi raport verdiniz bir nəfər? Rəsmi raport verdim ki, yəni bir şey çıxardım, qərar çıxardım. Bir müddət keçəndən sonra mənə yenə gəldi belə bir məlumat ki, belə yenə getdim, mən deyirlər ki, mane olma. Boş söhbətdir. Demə, bunlar özləri bunu bizə razrabotka deyilir da, elə bir ki, şeyə götürüblər ki, güya bu düz qoş eləyəcəklər, bu qaçanda bunu tutacaqlar, video çəkəcəklər, güya özləri üçün, necə deyirlər, üstəgəl qazanmaqdan ötürü. Hörmət qazanacaq. Nə bileyim, zvaniya şeyi, mənim də xəbərim yoxdur. Özü onda bu əməliyyatla, operativliyi ilə bu Slujba Bezopasnosti ikisinin bir mavini vardı. O mavin yox idi, onun yerinə onun işini mən aparırdım İspanya şəbiyazasında. Qış ayı idi, çöldə nə bilim 50 dərəcə moroz. Mənə deşorunu zəncilədi ki, bəs filan dursaq qaçıb. Dedim, nə danışırsan, axı belə deyişə. Dedim, yalan dedi, yox, gəl görcünən burada aləm qarışıq bir-birində. Gəl, yolda elə bir ki, yaşadığım ev koloniya ilə bir 10 dəqiqəlik yol idi. Paltarımı giydim, elə çıxdım. Çıxanda məndən biraz sonra qardaşım Bəxtiyarda başqa qonşu evdə yaşayırdı, o Tlavoy Slujbada işləyirdi. O deyir ki, sonra deyir ki, mən gördüm, deyir ki, sən yerişinə sən gedirsən. Dumandı, orada 40 dərəcədən sonra, keçəndən sonra marozun gücündən havada duman əmələ gəlir. Belə deyək ki, bir 10 metrədən sonra toran görükür. Mən deməli, biz yaşadığımız yerlərlə Pasyolkanın arasında biraz belə açıq yer var. Buranı keçəndə gördüm ki, bir adam qonşu kətdən bura gəlir. Özümdə fikirləşdim ki, gecə saat 3-dür. Bu adam piyada hardan gələ bilər? Elə bil ki, o içərdən внутренний bir güc məhsə elədi ki, hərəkət eləcinə, bu adam çat görkümdür. Bəlkə də bəxti ilahi mənim talimi beləymiş, nədər deyərlər. Elə biraz addımlarımı bərkizdim, çatanda gördüm ki, həmin dustaqdır. Mən də dustaqdır. Mən görən dedi ki, yenə Sarkariç, sən de adamın adıyla ama Sarkariç'da, Sərkaroğlu. Sarkariç deyir, səndən hara qaçır? İçərdə də sən, burada da sən.
Bunu tutandan sonra deyir ki, reis dedi, şeyləmə ki... Tək tutdunuz onu. Hə, tək. Müqavimət göstərmə? Yox, dedi ki, daimi müqavimət göstərməzim. Çünki göstərsə də o bəlkə də məndən biraz zəif olardı zat idi. Deyir ki, müqavimət göstərməyəcəm, narahat olma. Düşdü yanıma, biraz gedəndən sonra gördüm arxadan da bir nəfər, Bəxtiyar gəldi, çatdı. Dedi, nə olub? Dedim ki, bəs belə. Dedi, bu şimdi, dedim, həmin dostum. Nə danışırsan, dedim, belə. Gətirdim türbənin koloniyanın qabağında, ştabda, kontoramızda. Üstünüzdə silah vardı ya? Yox, silahsız. Bizə silaha icazə yoxdur. Silaha icazə var, özü məsələn bir harasa bir işə gedəndə eləndə, beləncə adi günlərdə biz silahsızıq. Daha içəridə də o dubinka zat biz gəzdirmirdik. Gətirdim, gördüm ki, bütün bizim upravleniya zat, hamısı burada. İstərlər bunu vursunlar, qoymadım çünki o da elədi ki, bunu mən tutmuşam bu adamı. Bunu mən sağ sillə döyülməmiş da, daha fiziki təsir göstərilməmiş. Bunu mən təhvil verməliyəm, ondan sonra da mənlik dökərə. Söylədim, keçdim məndən də vəzifəli adamlar zat, dedim, yox, deyəm. Çünki ondan əvvəl bir dəfə 94-cü ildə elə bir hadisə mənim başıma gəlmişdi, ona görə demək olar ki, həyatı bir dərs ki, görmüşdüm. Şimdi getdim, bunu təhvil verdim, elədim, sonra üstü açıldı ki, bəs belə. Mən bunlara dedim ki, bəs mənəyə görə etibar edib bunu deməmişsiniz ki, beləncə nədir? Deyirdiniz, mən sizə başa salardım, bir də ki, qanun var. Bu dursaqda olsa, siz bunu güllə altına atırsınız. Bu Vuşqada olan da o saldat da, saldat döydü da, biraz şeydi, əmək maaşla işləyənlər idi, güllə zat da atmışlar, da vura bilməmişlər. Deməli, bunlar düzüb qoşublar ki, bu buradan qaçacaq, buradan biz buyu tutacaq. Bunlar burada gözləyibmiş, bu tutsaq oca bilib ki, bunlar bunu burada gözləyirlər. Başqa bir yerdən deməli qaçıb, deməli 3 kilometr koloniyanın başına fırlanıb, bu yana çıxanda, bu çıxanda, ən axırıncı nöqtədə elə bir ki, bəxti ilahi mənim dahi rastlaşdı, mən tutdum. Sonra mən dedim ki, mən heç nə istəmirəm, nə də bu söhbəti mən sizə demişdim ki, bu belədir. Siz qərarı belə qəbul edirsiniz, bu düz qərar deyil ki. Bunu prokuratura bilsə, bizim başımız ağrıyar, problemimiz olar. Gəlin, necə lazımdır elə, özü da olduğu kimi. Yox, sənlik döyük, dedim, mənlik döyük. Çəkildim, getdim. Sonra elə oldu ki, bu dustaqı iş açıldı da, cinayət iş açıldı PAPK-ə görə. Bunu götürdilər o Следственный izolyatora, Azərbaycanda... İstintaq tədqiqatxanası. Orada onu, o öldü, özün aslı, o dustaq öldü. Öləndən sonra prokuratura ilə ünsiyyətim pis döyüldü. Niyə görə? Prokuratura görürdü ki, mən qanun çərçivəsində işləyirəm, qanun necə. Özü prokuratura oca bilirdi ki, nə formada olub. Amma əllərində kağız yox idi da, heç bir pakazaniya yox idi ki, sübut yox idi, necə? Bu tutsaq öləndən sonra onlar gəldi, birinci şey, dedim, mənlik burada bir şey yoxdur, dedi ki, yox, sən onu tutmusan, necə olub, harada tutmusan, izahat verməlisən. Necə də tutmaq oy bilirik. Yox, verməyəcəksinsə, sən atkaz elədiyinə görə, biz sənə cinayət işi açırıq, ondan səni tutmalıyıq. Sən bizi ilə atkaz gedirsən da, elədir ki, əksinə. Mən də məcbur oldum, neynəməliyəm, mən özümü türməyə soxmalıyam, yoxsa... Bunu şeyləndən sonra mən oldum, necə deyərlər, bir rəisimiz çağırdı, deyir ki, dedim, bəs mənim yerimə siz olsun, bəs o bir-iki afisirləri fikirləşmədi, dedim, bəs siz bəyi fikirləşmədi. Bir müddət keçəndən sonra elə alındı ki, mənə elədi. Mən də prokurora dedim ki, burada günahkar axırdım, mən alınacam. Gəl bunu eləməyək. Deyir ki, yox, sən nə deyəcək? Qərar çıxartdı upravleniyadan ki, güya zonada bir-iki dənə də, türmədə bir kişi olmuşdu. Biraz mahnı da, bizim dildə deyəndə mahnı. Kim günahkardır, qaydarır, Aras günahkardır. Qərar çıxartmışlar ki, məni işdən çıxarsınlar. İşdən də çıxardığında pensiyam var idi. Özü o
elə bil ki, bir atritsательni gedir daha işdən çıxarmaq, o ən aşağı pensiya düşürdü. Sonra elə oldu ki, upravleniyanın načalnik kartına getdim, dedim ki, vəziyyət belədir. Neysə, qərar çıxartdılar, göndərdilər başqa bir koloniya, obşi rejimdə, elə bil ki, birinci dəfə məhkum olunmuş dustaqlar idi. Burada 1800 dustaq vardı, o koloniyada 150 nəfər. Oranın rəisi, o adımı eşidən kimi demişdi ki, götürürəm, getməyə göndərdilər o koloniya. Deməli, 3 il o koloniyada işlədim, dejurnu, sonra qlanlı injiner. Sonra təzədən qayıtdım yenə öz əvvəlki koloniyamıza, direktor vəzifəsində. Direktor elə bir ki, rəisin müavini də zavodun direktoru. Çünki o dustaqların işlədiyi, dustaqlar işlədiyi müəssisənin direktoru vəzifəsi. Araz müəllim, həbsxana mühiti haqqında danışın, onlarla münasibətdə, o məhbuslarla, özdə ağır cəzalara məhkum olunmuş, dəfələrlə məhkum olunmuş deməli, məhbuslarla münasibətlər çətin deyildi, nətər olarla davranırdı? Belə deyək də, həyatda çətin olmayan, psixoloji götürəndə çətin olmayan bir şey yoxdur. Hadisə bir quruşqa bu çayı içmək özü də çətindir. Nə nöqteyi nəzərdən? Məsələn, deyir, ölüm haradadır, deyir, qaşla gözün arasında. Bir qurtum çay içərsən, olar, bir qurtum su içərsən, onun özün ölümlə nəticələnə bilər. İndi özün törmə deyirsən, elə adamlar vardı ki, məsələn, 10 il, 10 dəfə iş alıb yatıb. Orada oturanlar, indi birinci növbədə mən Vilnius məktəbi çox böyük, gözəl məktəb idi. Müəllimlərimizin də əksəriyyəti cühud milləti idi. Yəhudi, 50-60%. Bizi elə bil ki, hər tərəfli hazırlayırdılar ki, birinci onlar həmişə deyirdi ki, dustsağı görməmişdən qabaq ki, bu dustaqdır, məhkumdur. Sən insanı gör. Deyirdilər onu. Bax, məclis cəza çəkmə müəssisəsini hazırlayır. Bu dustaqdır. Sən birinci deyir, dustaq görmə qarşında, insan gör, adamdır. Bu da sən kimi adamdır. Ondan sonra deyir, bu məhkumdur, o dustaqdır, sən o dustaq kimi qəbul edir. Məsələn, bir dedim də, psixologiya, o çox şeylər olubdur. Məsələn, elə o nüans alıb ki, piyan dustaqdır, əlində də bıçaq. Məndən də 2 dəfə böyük. Elə olub ki, axırda o özü bıçağı təhvil verib, ondan sonra şey eləyib. Məsələn, elə şeylər də olub. Ondan elə yerlər gəlib çıxıb ki, məsələn, 3-4 dəfə mənə cinayət işi açılmalı olub. Amma mən qanun olmuşam. Mən o 21 ilin ərzində bir nəfərdən bir stəkan belə şey qəbul eləməmişəm, götürməmişəm. Vilniusda biz oxuyanda müəllimimiz vardı, əməliyyatçı da, operativ razısknoy dediniz. Deyirdi ki, inşallah, birinci 2 ili viziyyatda götürmür. Rüşvət almayın. Rüşvət almayın. 2-ci ildən sonra hissə söz də verməyəcəklər. Deyirdi ki, müəllim, niyə görə? Deyir ki, deyəcəklər ki, bu vizyatka götürə deyil, bu elə belə olsuzsa həll eləyəcək. Ona görə də sizə ondan sonra heç kəs vizyatka verir. 2 ili deyirdi, bəs niyə görə götürmək? Deyir ki, 2 il siz nadzor altında olacaqsınız. Sizi güdəcəklər. 2 ilin ərzində siz əgər özünüzü göstərsiniz, deməli, geçdiniz, bu söhbət bağlanmalıdır. Siz, mən üzr istəyirəm, indi yəqin bu bizim bu videoya bütün ölkə boyu baxacaqlar, baxan olacaq. Bundan sonra həbsxanada dustaq da baxa bilər, nadzor da baxa bilər. Yəni siz heç vaxt heç bir umacaq görmədiniz mi? Heç vaxt. Çox şeylər olub da ki, harada ki, muz götürmək olar. Muz götürmək olar. Olardı, şərait yaranır bilirdi, amma açığın deyim, mən heç vaxt bir qəpik belə olmubdu. Araz müəllim, o yəqin sizin həmin o xidmət elədiyiniz koloniyada müxtəlif cinayətlər törətmiş adamlar olub da, yəqin qatillər, nə bilim, oğrular, nə bilim. Bunların hansı daha çətin tip insanlar idi, insan olaraq da, hansı ilə davranmaq çətin idi, islah eləmək çətin idi və s. Mən bayaqlarda dedim ki, birinci növbədə insanı.
şeydim. O adam öldürəndə, oğurluq eləyəndə, ondan sonra nəşələ də, narkotik maddələrlə məşğul olanlar da istənilən, elə bir ki, hamda cinayətkar, böyük cinayət, ölümdür da, ölümdən müayinə yoxdur ki. Dəzə o ilə beləsinə stol arxasına oturdub söhbət edəndə görürsən ki, axırda gəlir elə nəticə alınır ki, o insan öz səhvini başa düşür. Ondan sonra elədiyi işin, cinayətin, məsələn, əgər bu günahkardırsa, məsələn, o qədər adam var ki, məsələn, tutsaqda özü o cinayəti eləmir. Elədir. O olurdu, əlbəttə, özü bu gizləmənin nə yeri var, o sudebni praktikada olur. Çünki bu televizorlarda zətdə da göstərir, olur. Tutsaq deyir ki, mən günahkar deyəcəm. Həbsxanalarda insanlar islah olunurmu, tərbiyə olunurmu, peşman olunurlarmı, necə çıxırlar yəni? Gəlin sizə bir şey deyim də, yenə mən psixologiyaya qayıdıram. Uşağı 5 yaşınacan xasiyyəti, uşağın 5 yaşınacan xasiyyəti formirovat olunur. Bu 5 yaşınacan uşağı tərbiyə edilib. O 5 yaşından sonra insan o aldığı xasiyyəti, onu heç cür o yalan söhbətdir. Mən deyəcəklər psixoloq deyirsən, amma mən keçdiyim məktəb elə psixologiyadan da güclüdür. O insan öz şeyin biraz fikirləşə bilər. Allah Taala mənə bu xasiyyəti veribsə, bu cürə tərbiyə olunmuşamsa, bu mənə ölən günəcən gedəcək. Türmədə o deyir ki, vaspitaniya, perivaspitaniya, o bizi, məsələn, məktəbdə oxuyanda, institutda oxuyanda şey edirlər, amma yalan söhbətdir. Onlar həyatı vəziyyət elə gətirər ki, o adam biraz dəyişər, amma xasiyyəti yox, tərbiyəsi yox. 5 yaşınaca. Nazor nə deməkdir? Deyir ki, o slujba bezopasnost, dutsaqların, ofisərlərin hamısının bezopasnost da, bu təhlükəsizliyi yaratmalıdır. Deməli, bu dutsaq da olsa, bu gəlin mənə müraciət edirsə ki, reis, mənim vəziyyətim belədir, mənə kömək lazımdır, mən bunu istər-istəməz, mən bu kömək eləməliyəm o. Olub eləncini, bax, o mühitdə o adam biraz dəyişir, amma xasiyyət dəyişmir, o tərbiyə olunmadı. Bizdə şey tikilirdi, kilsə tikilirdi, xristiyan da kilsəsi. Dutsağın biri bir, belə deyək ki, proaktivni, belə şeyin biri idi. Özün qoydu şeylər, güya bu dinə qayıdıb. Bunun bir dənə məqsədi o idi ki, uslovnu dasroçunu da vaxtından tez azad olunsun. Bu azad olunandan sonra, bu zonadan çıxandan sonra zonanın da, bu qanunu geri qaytarmaq olmaz da, bu məhkəmə qərar verib ki, bu azaddır burada. Bunun da əsas səbəbi olub ki, bu adam dinə qayıdıb, belədir, belədir. O türmənin bir boy qabağında, rəisinin qabağında o kitabı da cırdı, ondan ikoniyanı da tüpürdü, belə olur. Tək azadlığa çıxsın. Mənə bu lazım idi. Bunu, o deyir, Rus sözü var, Qarbatova Mogillis buradır. Qozbeli qəbirdədir. Qozbeli qəbirdədir. Arıq mənim, həmişə belə bir söhbətdə olub ki, deməli, hansı maddə ilə gəlmək sənin türmə həyatında mühüm rol oynayır. Tutalım, qadına münasibətdə, tutalım, hər hansı bir qadını sataşmışsansa, o cinayət maddələri üzrə gəlmişsənsə, sənin orada vəziyyətin pis olur. Tutalım, oğurluq deyilənə görə oğurlar daha hörmətli olur. Bax, bu haqda sizin koloniyada vəziyyətiniz idi. Belə deyək də, koloniyanın indi belə Sovet İttifaqı şeyində götürəndə fərqi yoxdur. Ya Azərbaycan olsun, ya Rusiya, Ukrayna, hamısında qanun, qayda o içəridə eyni olubdur. Biraz fərqli də heç ola bilməzdir. Çünki o dediyim kimi, o yazılmamış qanun o formada olub. Əgər bu insan həqiqətən də təsdiq olunub, dakazat olunub ki, bu iznasiliyyəndə, zoraçılıq üstündə uşaq yaxud qadın, fərqi yoxdur, üstündə düşübsə, həqiqətən şeydirsə, onlar o türməyə düşəndə sırası. Onlar addimli kameralardır. Yaxud da ki, ofşi kameraya da girirsə, onun yeri
aşağı yerdə də, o Apuşinlərin içindədir. Onun da ona qarşı elə hərəkətlər edirlər ki, nə bilim, Allah göstərməsin, heç bir düşmənə dacı. Bu beləncə Vorlar əlbəttə, məsələn, vor adətən əvvəllər Sovet İttifaqının əvvəllər vaxtı, əsl vor, o karmanşiklər, o cibgirlər olub. Əsas onlardan seçiblər, daha karanavat ediblər, əsl vorlar üçün. Yəni, onların hörmət daha yuxarı, cibgirlər, qəriblər. Onlar ağır, sonralar başlarlar başqa vorları da zadı da, indi heç o şeyə baxılırmır. Avtoritetin varsa, məsələn, hörmətin varsa, zartdasa necə karanavat eləyə bilərlər, vor seçə bilərlər. Məsələn, o onların öz qanunu, öz qərarları şeydir. Məsələn, o vorlar türmə şəraitində zatda çox şey həll edirlər. Onun sözü, məsələn, işdirir. Bu vor zakondursa, bu vordursa, qanunu vordursa, bunun nətər deyilər? Bu əgər qərar çıxardırsa ki, belədir, deməli, belədir. Türmə nəzarətçilərdən, nabzorlardan tutmuş rəhbərliyə qədər bu, deməli, onların avtoritetlərin qərarları ilə razılaşmalı olur, belə çıxır da? Yox, o dussaq aləmi razılaşmalı olur. Siz dağıda bilmirsiniz? Mən onu nəyin qəbul edəcəm? Mən özümdə nozvor olubdur, hələ cavan ofisir olduğum vaxtda. Mən üçün o adicə dussaqdır. Onlar kimi, o da mən üçün dussaqdır. Prosta bir şeydən deyək ki, o məsələn bir kəlmə sözü ilə koloniyada bunt da ola bilər. Belə bir sual da var. Bu millətlərin içərisində cinayətkarlardan hansı daha çox cinayət edən olurdu? Hansı daha çox cinayət edir? Yəni? Belə bir seçim varmı? Belə bir seçim deyimdən sizə əsas Rus milləti, bir də mən yaşadığım yer Yakutiya əhalisidir. Əsas dustaların əsas hissəsi o idi, o görə ki, əhali çoxluğuna görə. Əhali çoxluğuna görə, məsələn, mən ora Rus deyəndə Ukraynaya, Belarusiyanı da daxil edirəm, çünki Slavyan milləti də bir millətdir, eyni bir millətdir. İndi baxmayaraq ki, münaqişə gedir Ukraynaya. Mən bu Slavyan millətləri, bir də əsas Yakutlar çoxluq təşkil edir. Deyək ki, 50%, bəzən olurdu ki, 40-60 belə. Başqa Azərbaycanlı, Erməni, Gürcü, nə bilim, bu Dağıstan, Çeçen, millətlərindən də, ondan sonra Orta Asiya xalqlarından, Kitay, Koreya, 4 dənə Kitay dustağım olub, hərəsi 22 il suruk olub, ölüm üstündə yadırlar. Özləri kimi işlək millət, bir də özləri Çinlilər. Çinlilər. 22 il 4 dənə dustağım olubdur. Yer gəlmişkən bir şey də nəzərə çatdırın. Bizim söhbətimiz boyu bu məqama biraz bəlkə geç toxundu. Siz həm də deməli Vilniusdakı o milis məktəbindən başqa siz bir ali məktəbdə bitirdiniz də. Əgər sən əyanını fərqlənmə ilə qutarırdınsa, qırmızı diplomla deyək də, sən Qiyabi İnstitutuna 3-cü kursdan qəbul ola bilərdi. 93-cü ildə Rostovda Ali Milis Məktəbinə, da institutuna qəbul oldum. Mən də orada gəldim. Rostovda, yəni Yakutiyada yoxdur? Yox, Yakutiyada yoxdur. Araz müəllim, mən Yakutiya həm də bir türk ərazisidir, türk yurdudur. Yakutlar haqda danışmağınızı istəyərdim. Onlarla təbii ki, mülki əhali ilə münasibətləriniz vardımı? Bu Yakut xalqını necə xarakterizə edirsiniz, necə insanlardır, nə ilə məşğuldular və s. Yakutlar belə götürəndə Saxa Yakutiya deyilir. Saxa elə bil ki, onlarda bu maral növü var, Rus dilində, o adı Yakut dilində Saxa. Saxa sığallı demək kimi belə bir də. Elə bir özlərinin adı olar, özlərinə Saxa deyirlər. Amma belə Rus dilində Yakutiya, Yakutlar. Onlar türk dilli, bizdə türk iki yol
qolu var da, bir Oğuz, bir də Qıpçaq. Onlar Qıpçaq ailəsinə aiddir. Elə bil ki, onların dilləri Tuvalıların, ondan Qırğızların, Qazaxların dillərinə yaxındılar. Belə danışılanda, məsələn, çox sözlərin başa düşmək olur. Da Türkçə, özü Rus sözləri də çoxdur onlarda. Əhali beləmçinə götürəndə az sayılı 400-500 min statistika ilə götürəndə əhalisi var. Yakutiyanın deyək ki, 1 milyon əhalisi varsa, onun yarısı Yakutlardır. Adətən yaşamaqları onların əsas Yakutiya şəhəridir. Bir də bu Lena, Vilyuski çayı, Aldan çayı vadilərində çox yaşayırlar əsasən. Beləçinə kənd təsərrüfatı onlarda elədir ki, bizdə Sovet dövründə, məsələn, mən oraya 91-də getmişdim, hələ dağılmamışdı, əkinçilik, məsələn, klima surov olduğuna görə çox marul. Yayda özü yetişir, yayı isti olur. Nə yetişir orada, nə bitir? Kartoşka, kələm, kök, ondan tibliçni usloviyada indi saxda, o vaxtlardan da elə indi də pomidor, xiyar, məsələn, göyərdi. Belə yayı isti olur oranın, elə olur ki, 30-35 dərəcə isti olur. Ondan maldarlıq da inək da belə, qoyun heyvanı saxlanılmır, çünki qoyunun soğuğa şeyi yoxdur. Davam gətirilmir. Ondan bir də onların milli maralçılıqdır. Maralçılıq da o, biz şəhər ətrafı yox, şəhərdir. Bizdə uzaqda, elə bir şəhərdən uzaq, onlarda ulus deyilir. Bizdə türkçilikdə adətən o hansısa ərazilərə ulus, bunlarda bizdə indi rayon deyilir, onlarda rayon yox, uluslar deyilir. Uluslarda maralçılıq, bir də onlarda çox inkişaf edib atıcılıq, at saxlamaq, ilıq ilə məsələn. Atı da çöldə saxlayırlar. Onlar necə yəni qışda da içərisən olur? 50, 60, 70 dərəcədə də o atlar çöldə olur, elə bil ki, ayaq üstündə yatır. Elə bir də hansı yatır? O atlar qışda 50 dərəcə otur şey olsa, da indi mühit yəqin elə yaradıldı. Dırnaqları ilə məsələn qarı eşir, ot deyirlər. Deməli, o otun tərkibində, onda zatda olan suyun nəticəsində onlar da heç qışda su da içmir. Arzu müəllim, bunların toyu, ondan sonra, yəni özlərinin yerli əhalinin toyu, yası, bunlar nətər olur? Bunlarda yaz, elə adət toy, yaz elə Ruslar kimi də edir. Özü onlar qəbirstanlığa getmirlər. Nə mənada? Yəni ziyarətə yoxsa? Ziyarətə, hə. Məsələn, onlarda adət yoxdur ki, məsələn, mən gəlləmə gedirəm atamın, anamın qəbrin, qardaşımın, yaxud da kimisə qohum əqrəbəmin qəbrini ziyarət edirəm. Onlarda Ruslar kimi raditevski din deyirlər. Həmin günü, bir ildə o günü gedirlər, onlarda şey yoxdur. Qəbir üstə getmə gələnsinə şurdur. Toyları da adəti formada. Dinlər, inancları deyəsən, tengriçilik, onlar qoruyubsan. Onların dinləri elədir ki, indiki zamanda bir xristiyan olanı da var, ondan indi orada meçid var şəhərdə. Yakutyan özündə. Böyük, Dalni Vostokda ən böyük meçiddir, Yakutskdakı meçid. Müsəlmanlığı qəbul edirlər. Mən özümün dursaqlarım olub ki, müsəlmanlığı qəbul ediblər. Olubdur, zonanın içində meçid dikiləndən sonra. Çox olub deyilər. Amma elə beləsinə özlərini şamanizmdir, dəqiq olsundan ötürü elə bir ki, Tingriazistvada bizim o türkçiliyin necə ki dini olubdur, yuxarı göc ruhları, torpaq da canlı ruhlar, bir də ölü, mörtüdə, yeraltı. Çarının özünü indi mən bilmirəm, məsələn, burada naxışlar var, bir də bu yuxarıki naxışlar, bu yuxarı ruhları göstərir. Orta naxışlar, indiki, bunun mənası var da hamısı, indiki şeyi göstərir. Da canlı, meşə, heyvanlar, insanlar zatda, həyatı, aşağıdakı elə bir ki, bu ölülərin. O şamanlar indi bilmirəm də necədir, mən ünsiyyətdə olmamışam. Heç vaxt olmadı? Yox, olmamışam.
Deməli, bizim Bilal Nuriyevin bir məlumatı olub. Bu müstəqillik dövründən sonra o özü deməli Müsavat ordusunda döyüşdüyü qeyd eləyib, bu kitablara da salınıb. Həm deməli Dağdan Ağır Elm var kitabında da var, Cavid Əhmədovun da kitabında var. Onun bir maraqlı iddiası da olub ki, Qarabağda Göylər kəndindən döyüşən olub. Hətta o belə bir rəqəmdə deyib ki, 56 nəfər deyib. Buna mən sizə açıqını deyim ki, müxtəlif vaxtlarda bizə qeyd eləmişik. Buna inanmayanlar vardı, şübhə eləyənlər vardı. Hətta bəziləri, bilmirəm, deyəsən istəmirlər ki, tariximiz göylərlə bağlı tarixlər üzə çıxsın, bilmirəm niyə. Belə bir, hərdən bir xətt də keçir. Amma biz o gələk tariximizi tapaq, araşdıraq və ondan fəxr edək. Son şeylər göstərir ki, araşdırmalar göstərir ki, həqiqətən də göylərdən var. Məsələn, sizin nəsildən də var. Sonra indi onu mən istəyərəm siz danışasınız, çox maraqlı bir təfərrüatı var. Bundan başqa, deməli, başqa Namət Babagil nəslindən də, o nəsildən də var qardaşlar. Mir Məmməd, deməli, Eminoğlunun da Qarabağda döyüşdüyü qeyd olunub, mən o nəsildən də eşitmişəm. İndi sizin nəsildən də döyüşür və siz çox detallı danışmışsınız. Onu xahiş edirəm tamaşaçıları, izləyicilərimiz üçün danışırsınız. 18-ci ildə o adamlar Musafat ordusunda olublar, Musafatı. İndiki dəqiqliklə, indiki Şuşa şəhəri, bu adı Şuşa qalasının müdafiəsində onlar iştirak edib. Mən bəzi detallar mən bilmərəm, özü neçə nəfər olub, necə olub, çünki o qədər dəqiqliklə bilmirəm. Amma dəqiqliklə bilirəm ki, Qaydar babamın 3 dənə oğlu olur. Ola bilsin səhvləri, adlarında səhv sala bilərəm, özü dəqiq bir Ağalı babam olur, o ən kiçik oğlu olur. Çələbi, bir də Səfər. Səfər ən böyük oğlu olur. Xəbər gəlir ki, Səfər babam da atamın əmisi. Atamın əmisi orada Şuşa qalasının müdafiəsində olur. Düzdür, o Namət kişinin qardaşı da. O kişi, Allah rəhmət eləsin, atamla çox yaxşı ünsiyyətdə olurdu həmişə. Atam deyirdi ki, o vaxtı deməli Qaydar babam gedib oğlun. Qaydar babam da varlı olub, imkanlı olub. Vəziyyəti şey edib ki, gedib oğlunun meydin gətirməcə. O kişi, indi nə qədər dəqiqdir onu bilmərəm, özü atam danışdığını deyirəm də, o da babasından eşidibdi, atam danışırdı. Gedib orada bir göylərində olub şəhid, 3 nəfər olublar. Biri bunun oğlu, biri o Nəhmət kişinin də qardaşı Mir Məmməd. Nəhmət babanın o qardaşı, bir də o adam. Onları orada dəfn edibdi, 3-cü adamı dəqiq bilmirəm, vallahi, nə deyir, yalan nə danışır. Orada dəfn edib, öz oğlunu da gətiribdi, burada Çöl Göylərdə qəbri var. Varlı o qəbri? Qəbri var, bizim qəbirstanda, Çöl Göylər qəbirstanda, bizim əsas atamın zadında qəbri, babamın qəbri, hamısı oradadır. Dediyim odur ki, o vaxtı o Musafat ordusunda onlar, mən dəqiq bilirəm ki, Musafat ordusu olubdur. İndi daha kimə onlar şey olubdur, Nuri Paşa'ya tabi olublar kimə, özü Azərbaycanın Musafat ordusu olub, Şuşa qalanın müdafiəsində onlar o vaxtı şəhid olubdur. Bu dəqiqdir. Aram müəllim, yenə qaydacaqsınız Yakutiya, yoxsa bu vətəndə qalmaq fikrindəsiniz? Qaydacaq. Mən elədir ki, indi talib ilə gətirib də mən o vaxtı deyirəm də, birinci gələndə 91-ci ildə orada işləməyə, bizi balnisiyyə sahə rəisi şeylər təyin edirlər. Həbsxananın xəstəxanasına. Xəstəxanasına. Orada vərəm xəstəliylə yatan dustaqlar var idi. Onların da həkimlər var. Biz yoxlanış abxod edəndə, abxod edəndə, gəzinti edəndə dustaqları da yoxlayırdı. Ondan sonra palatalara da girib həkimləri də. Onda həkim vardı, ər-arvad yaşlı adamlar idi. Onda mən cavan idim. Hər dəfə yoxlananda eləndə də çox vaxt deyirdilər, dəvət edirdilər. Rus millətindən idi? Yahudi idilər, həqqəsinə. Familiyasının dikişimi yadındadır, Larin familiyasından. Larin. Larin familiyaları ər-arvad.
Elə belə söhbət zad eləndə onlar vərəm xəstəliyi, tuberkuloz kimi soruşurlar da ətraflı necə vəsə. Ondan sual verildi ki, bəs qorxursan, qorxmursan bu tuberkulozdan da? Deyim ki, yox, burada qorxmalı nə var? Onlar da həkimdir da, mütəxəssisdir. Kişi özü də professor idi. O deyirdi ki, bəs qorxursansa işləmə. Ged rəisdən xahiş elə, səni başqa sahəyə köçürsün. Bu suallarla ünsiyyətli olma. Qorxursansa xəstələnəcəksən. 100% xəstələnəcəksən. Bir də o deyirdi ki, ac gəlmə, ac qarnına olma, həməşə nə olsa deyəndə yecinə, bir də isti geyincinə. Qorxma deyir, 50 dərəcə marozuda, ondan başqa. Sonra da o bir şeydə deyirdi ki, 15 ildən artıq burada qalsın, şimalda qalsın. Risk cənuba getməcə məsləhət görülmür. Çünki insan orqanizmi, orada kislorod çatışmamazlığı var. Kislorod çatışmamazlığına görə də insanın orqanizmi, o həkimlər məndən yaxşı bilər də, öyrəşir ona, o mühiti yaxşı. Mən məsələn bura gələndə bir az çox qalanda özümü pis hiss edirəm. Çünki fizioloji mənada, bədəndir. 30 ildən artıqdır mən oradayım, 91-ci ildən artıqdır oradayım. Məsələn görürsən ki, burada çox dişim ağrıyır, yaxud tez prostut ola bilərəm. Məsələn, örgəlim orqanizm o demək, burada amma kislorod çoxluq təşkil edir. İstər-istəmən orqanizm örgəşməkdir.